sertifikasiya sınağımızın izahına baxacağıq. Birinci sual nümunəmizdə müəllim şagirdlərə laboratoriya işi zamanı reaksiyanın sürətinə təsir edən amilləri araşdırmağı tapşırır. Şagirdlərdən biri özünün hansı növ təcrübələrdə daha tez nəticə əldə etdiyini bildiyi üçün əvvəlcə reaksiya tənliyini sxemləşdirir, sonra sınaq şüşələrinə şüşələrini ardıcıllıqla düzür. Burada şagird hansı bilik və bacarıq növünü nümayiş etdirir. Demək, situasiyada görürük ki, şagird özünün hansı üsulla daha tez nəticə əldə etdiyini bilməsi diqqətimizə çatdırılır. Yəni, bu o deməkdir ki, şagird öz idraki haqqında biliyə malikdir. Buna nə demişik? Metakognitiv bilik. Öz idraki haqqında biliyə malik olması metakognitiv bilik demişik. İşə başlamazdan əvvəl tənliyi sxemləşdirməsi və sınaq şüşələrini, onun ardınca sınaq şüşələrini ardıcıllıqla düzməsi, yəni işini planlaşdırmalı olduğunu göstərir. Onun planlaşdırma bacarığının olduğunu göstərir. Və beləliklə test nümunəmizin cavabı metakognitiv bilik və planlaşdırma olacaqdır. Çünki şagird özü haqqında biliyə malik olur və sonra tənliyi sxemləşdirdi, ardıcıllıqla düzdü, yəni planlaşdırmanı düzgün yerinə yetirdi deməkdir.